Azərbaycan elmi ictimaiyyətində müzakirə olunan əsas məsələlərdən biri də elmlər doktorlarının aylıq əmək haqlarının təxminən 600.000 manat aralığında olmasıdır. Alim səviyyəsinə çatmış bu mütəxəssislərin bilik dərəcəsi həqiqətən də mi bu dəyərdədir? Yəni hətta bu Azərbaycanın orta əmək haqqından belə aşağı bir məbləğdir. Sual yaranır burada, digər region ölkələrində vəziyyət necədir? Bəs aşağı əmək haqqı müasir elmimizə necə təsir göstərir? Suallarımızı təhsil eksperti İlham Əhmədova ünvanladıq, o da cavablandırıb, baxaq. Azərbaycanda həqiqətən alimə verilən maaş çox aşağıdır. Bu, region ölkələri ilə müqayisədə də aşağıdır və ölkədə orta əmək haqqı ilə müqayisədə də aşağıdır. Bu günləri orta əmək haqqı Bakı şəhərində 1000 manat ətrafındadır. Amma fəlsəfə doktorunun Elmlər Akademiyasında aldığı maaş və yaxud da Elmlər doktorunun Elmlər Akademiyasının institutlarında aldığı maaş Bakı üzrə orta əmək haqqından xeyli aşağıdır. Ali məktəblərdə deməli, fəlsəfə doktoru 1000 manatdan aşağıdır, elmlər doktoru 1000 manatdan biraz yuxarıdır. Amma bazar qiymətlərini nəzərə alanda bu maaşlar həqiqətən də çox az bir məbləğdir və bununla da alimin normal fəaliyyəti və normal inkişafı öz maddiyyatını, həyatını təmin etmə imkanları az olur. Belə bir deyim var, dövlətin hansı peşəyə nə dərəcədə dəyər verməsini bilmək istəyirsinizsə, həmən peşəyə verdiyi maaşa baxın. Bizim ölkəmizdə təəssüf ki, son 30-35 ilin ərzində müəllimlər də, alimlər də daim aşağı maaş alıb. Ən aşağı kateqoriya sosial müdafiəsi zəif olan bir kateqoriya aiddir bunlar. Bu nə ilə nəticələnir? Bu onunla nəticələnir ki, deməli, müstəqilliyin ilk illərində xeyli sayda alim tədricən ölkəni tərk etməyə başladı. Türkiyəyə, Rusiyaya, İrana və digər ölkələrə köçdülər. Böyük bir beyin axını oldu. Başqa bir problem, deməli, bu sahədə işləyən insanlar dolana bilmədiklərinə görə əlavə ikinci, üçüncü yerdə işləməli oldular, repetitorluqla məşğul olmağa başladılar və bu vəziyyət də onların özlərində işləməsinə, onların inkişafına mane oldu. Çünki onların bütün vaxtı, enerjisi ancaq ailəsini dolandırmaq üçün hardansa əlavə işləyib pul qazanmaq oldu və bu da indi elmin, texnologiyanın sürətli inkişaf bir dönəmində alimlərin özlərində işləməyinə mane oldu. Digər tərəfdən bunun başqa bir ziyanı odur ki, gənc mütəxəssislər elmə dəyərin verilmədiyini, təhsilə dəyərin verilmədiyini, savadlı insana, alimə az maaş verildiyini görərək onlar elmə gəlmək istəmirlər. Əlavə də doktoranturaya qəbulla əlaqəli elə ağır şərtlər qoyublar ki, İngilis dilini beynəlxalq sertifikat səviyyəsində bilmək lazımdır. İngilis dilini o səviyyədə bilən insan təbii ki, elmə gəlməz, gedər xarici şirkətdə işləyər, ya da gedər xaricdə işləyər. Və əslində bu günlər texnologiyanın belə inkişaf səviyyəsində İngilis dilini elə mükəmməl bilməyə ehtiyac yoxdur. Yəni, hər şey tərcümə proqramları ilə, süni intellekt vasitəsilə tərcümə edib, oxuyub öyrənmək olar. Və yüksək səviyyədə elmi bilməyə də gənc alimin hələ ki ehtiyacı yoxdur. O, elmdə işlədikcə, puxtələşdikcə, öz ixtisasını, öz elm sahəsini dərindən öyrəndikcə, o sahədə də deməli, elmi İngilis dili ünsiyyət vasitəsi kimi onu öyrənəcəkdir. Amma az vaxtın ərzində o İngilis dilini mükəmməl bilməlidir, tələbi qoyulsa, o elmdə inkişaf edə bilməyəcək. Çünki bütün onun vaxtı, enerjisi dil öyrənməyə gedəcək. Beləliklə də gənclərin elmə də axınının qarşısı alınıbdır. Yaşlı insanlar da artıq təqaüdə gedirlər, Sovet dönəmində təhsil alan və müdafiə edən insanlar və elmdə bir boşluq yaranır və bunu da çox böyük Azərbaycan üçün çox böyük bir problem yaradacaqdır yaxın illərdə. Artıq indi yaranır. Ona görə mən hesab edirəm ki, bu sahədə dövlət siyasətinə bir daha yenidən baxmaq lazımdır. Gənclərin elmə gəlişi, alimlərin sosial vəziyyəti, onların inkişafı, maddi imkanları, bu məsələlər nəzərə alınmalıdır. Məsələn, heç olmasa alimlərə fərdi qrantlar verilməlidir.
konkret problemlər, təşəbbüslər ətrafında alimlər dövlətdən qrant alsınlar. O qrant ətrafında da tədqiqat aparsınlar, kitablar yazsınlar, məruzələr eləsinlər, tələbələrlə müəyyən bir əlavə layihələr həyata keçirsinlər və o qrant da onların maaşına əlavə dəstək kimi onların maddi vəziyyətini daha biraz yaxşılaşdırsın. Və bunun da yolları mümkündür. Məsələn, deyək ki, universitetlər publik hüquqi şəxs elədilər. Bunun universitetlərə ziyanından başqa heç bir xeyri olmayacaq. Bu yandan da Təhsil Nazirliyi fond yaradıb, təhsil inkişaf fondu və universitetlərə həmin fonda böyük məbləğlərdə pul ödəməyi tələb edirlər. Mən hesab edirəm ki, bu fonda bu pulu ödənilir və bunun da elə bir konkret təhsilə, inkişafına heç bir xeyri olmur. Amma o pulu universitetlər daxili qrant müsabiqəsi elan edib, deyək ki, bir universitet 1 milyon manat civarında o fonda pul ödəyirsə, həmin universitet 20 min, 30 min manat həcmində qrantlar elan edib, ildə 40 nəfər, 50 nəfər müəllimə qrant verə bilər. Həm universitet inkişaf eləyər, həm universitetin əməkdaşlarının maddi vəziyyəti yaxşılaşar, həm də mənasız belə fondlara və ödəmələrdən universitetlərin canını qurtarar. Çünki normalda universitetə nazirlik özü qrant verməlidir, vermir. Və onun qrant vermə imkanını da bu yolla əlindən alır və bu yaxında da mətbuata yazılmışdı ki, həmən fond 800 min manat dəyərində xeyli komfortlu avtomobil alıb Təhsil Nazirliyinin məmurlarına deməli hədiyyə eləyibdir. Biz bu yanaşma ilə elmi təhsili inkişaf etdirə bilərikmi? Bu mənada başa düşürəm ki, belə hesab edirəm ki, bu məsələlər bir daha yenidən baxılmalıdır.